Dostlar, bu gece gözünüz göyde olsun, çünkü bu gece aprelin 21'inden 22'sine geçen gece siz sözün əsl mənasında sayrışan ulduzları, daha doğrusu meteor yağışını göreceksiniz. Daha ətraflı məlumat vereceğim, ama kanala abone olmağı ve videonu like etmeyi unutmayın. Bu hadisanın adı Lirid meteor yağışıdır. Bəs buna nəyə görə Lirid deyilir? Çünkü bu meteorların geldiği nöqtə, yəni radiant nöqtəsi Lira bürcünün parlaq Vega ulduzunun yanından keçməsinə görədir. Lirid meteor yağışı zamanı saatdə təqribən 10-20 meteor müşahidə eləmək şansınız olacaq. Bəzi hallarda isə bu göstərici 30-a qədər keçə bilir. Meteorlar yer atmosferinə çox yüksək sürətlə, təxminən 49 km/saniyədə sürətlə daxil olacaq. Bu da onların alovlanıb səmada parlaq iz buraxmasına nəticələnəcək. Kometlər öz yolu boyunca toz və daş hissəciklərini buraxır, sanki arxalarında bir trail, yəni iz qoyur. Hər il aprel ayında yer kürəsi bu toz buludun içindən keçən zaman həmin hissəciklər bizim atmosferimizə daxil olur və biz belə meteorit yarışını görürük. Bu gecə 21 aprel gecə saat 2-dən səhər saat 6-ya qədər bu meteoritləri çox rahatlıqla teleskopsuz izləyə biləcəksiniz. Nəyə görə gecə saat 2-dən sonra? Çünki saat 2-dən sonra ay qütbdən aşağı düşdüyünə görə gecənin səması tamamilə təmiz olacaq. Lakin Azərbaycanda biz bunu harda görə bilərik? Bunun üçün işıq kirlənməsinin ən az olduğu yerlər, yəni Abşeron yarımadasının ucqar hissələri, Qobustan ərazisi, Şamaxı, İsmayıllı və Qax rayonlarında tərtəmiz şəkildə biz bu meteorları görə biləcəyik. Ona görə də teleskoplarınız varsa teleskoplarınızı hazırlayın, yoxdursa sadəcə olaraq özünüz həmin o dağlıq və işıq kirliliyi az olan yerə öz dostlarınızla, sevgilinizlə, yaxınlarınız və ailənizlə birlikdə gedin. Əgər videonu bəyəndinsə onu like et, bu meteor yağışını birlikdə baxmaq istədiyin dostuna göndər və kanala abunə olmağı unutma.